Çayın ilk dəfə Çində yarandığını bilirdinizmi? Çay sözü ilk dəfə Çində yaranıb və Çinlilərdən gəlib. Bizdə çay məşhur olduğu kimi də Çində də çox populyardır və bunların özlərinin istehsal etdiyi çaylar var. Və belə 1968-ci ildən bəri saxladıqları çaylar var. Baxın, 1968-ci ildən bəri bu çayları saxlayırlar öz dükanlarında, mağazalarında. Və bizim üçün öz çaylarını test eləmək üçün süzüblər, baxaq. Əsl o çayın tamı, bitki tərkibini hiss eləmək olur bu çaylarda. Və hal-hazırda qoxudan da qalmaq olmur, çay qoxusundan. Baxın. Dəhşət bir şeylərdir. Hazır çaylar da var. Baxın. Satışda. Yəni Çinə gəlsəz mütləq Çin çayını yoxlayın və nəzərinizə çatdırım ki, bunlar qonaqpərvərliyini göstərmək üçün sizə həmişə çay hədiyyə edirlər.